yoldaşım onun yanına getməsin. Getsə qayıtmayacaq bilirəm. Çünki mənim rəfiqəm çox gözəldir. İndi mən də gözələm, pis deyiləm. Amma qalmış bu ortada qalıb. Üçümüz birlikdə yaşasaq yaxşı olar, amma getsə vəsə qayıtmayacaq. Hə, qrup xoşlayırsan yəni sən. Deyirsən yəni qrup olağında bir yerdə olaq. Mən sıramı gözləyərəm, amma tək eyni evdə olaq. My God. Yaxşı. Şiva, nə olar, xahiş edirəm. Doğrudan mənim ən sevdiyim podruqamdır. Pis vəziyyətdə qalmışam. Mən bir də məsələyə bir dənə hakim olum. Mən şok, mən iptal oldum şu anda. Ablacım mənim, bəni diqqətinizə dinlə. Deməli, gör mən düzmü başa düşdüm? Bəli. Gör mən düzmü başa düşdüm? Sənin bir yoldaşın var, bir kişi. Bəli. Sənin padruqangilə getmək istəyir. Yox, yox. Mənim yoldaşım günü gətirmək istəyir. Yəni kuma Gün nədir? deyirlər. Mənim Gün nədir? ikinci arvad. Oh my God. Aman Allah. Bəli. Xanım da mənim ən çox sevdiyim podruqamdır. Yəni yox da deyə bilmirəm, hə də deyə bilmirəm. Bəs bacı, rica ediyorum, bax, mənim heç kimin yoldaşında, erkəyində gözüm yoxdur. Heç kimin pastelində gözüm yoxdur. Bir dənə sadəcə bir sual mənə maraqlıdır. Bu necə oldu, oturdunuz, yoldaşın sənə qatil dedi ki, oyda, nə bomba şey, məsəl üçün də yəni, nə qəşəng qızdır, bunu da şey eləyərdim, yəni. Yox, əslində elə olmadı Şiva. Şiva işin problemli tərəfi elədi ki, mənim podruqam dedi. Yoldaşıma uyda nə bomba şeydi. Oha. İndi o da mənim illərdir podruqamdır. Mən ona yox da deyə bilmirəm. Çörəyimizi bölüşmüşük. İndi də yoldaşımızı bölüşməliyik. Tamam. Yaxşı. Bunun üçün iş görmək lazımdır. Məni diqqətinizə dinlə. Bəli. Bunun üçün bizə deyəndə İraq məndən, mənə yox. Bunun üçün sizə lazımdır. Sizə mən üçlü cadu eləyəcəm. Üçlü duası eləyəcəm. Üçlü. Tamam mı? Bəli.